Yuxuya keçid seyirli andır. Bu anda beyin müxtəlif vəziyyətlərdən keçir. Biz indi beta vəziyyətindəyik, oyaq, siz məni dinləyirsiniz, mən nəsə danışıram. Yəni analiz. Yatağa uzananda alfa vəziyyəti açılır. Hər gecə yatağa uzananda kainatın ən sehirli qapısı açılır. Alfadan teta vəziyyətinə keçəndə biz yuxuya dalırıq. Gözlərini yumanda alfa tezliyinə keçirsən. Alfa tədricən tetaya keçid alır. Və məhz o yuxuda, keçid anında şuurun bütün filtrları sökülür. Şuuraltı tamamilə çılpaq və qəbul edici olur. Məhz bu keçid anında şuur ən açıq və qəbul edici olur. Ona görə də düzgün yuxuya getmək çox vacibdir. Yatmazdan əvvəl və oyandıqdan bir neçə dəqiqə. Yatmazdan əvvəlki və oyandığı bu iki an sənin reallığının yığılmalarıdır. Əgər o anda qorxu və ya müəyyənliklə yuxuya gedirsənsə, sabahını demək olar ki, özəlliklə məhv edirsən. Yuxuya gedəndə düzgün fikirlər, düzgün hisslər olmalıdır. Çünki bu an reallıq yaradılır. Hər axşam yatmazdan əvvəl, hər səhər oyananda bu iki an reallığın yığılma anıdır. Bugündən etibarən və arzunuz yerinə yetənə qədər sizdə eyni standart praktik olacaq. Yatmazdan əvvəl gözlərini yumursan, yuxuya, keçid halına daxil olursan. Əsas məqam sən gələcəyə keçmirsən. Heç yerə getmirsən. Sən haradasan, sən hələ də öz yatağındasan. Eyni yorğanın altında, eyni otaqdasan. Amma daxildə bir bilik var. Mənim arzum artıq yerinə yetib. Biliyi. Nə etmək olmaz? Yeni gələcəyin şəkillərini çəkmək, yəni təsəvvür etmək. Yeni gələcəyi təsəvvür etmək olmaz. Özünü Dubayda, başqa ölkədə, başqa evdə təsəvvür etmək olmaz. Sonra necə olacaq deyə xəyal qurmaq olmaz. Bu səhvdir. Nə etməlisən? Burada qal. İndiki anında qal və sadəcə şuurlu şəkildə bil. Mən artıq istədiyimi almışam. Bu fikir sakitdir, gərgin deyil, gərginlik yoxdur bu fikirdə. Mən istədiyimi almışam. Bu fikir sübut etməyə çalışmır. Bu sadəcə daxili bir fakt kimidir. Yəni bu çox vacibdir. Praktikada ən böyük səhv xəyal quraraq gələcəyə qaçmaqdır. Xeyr, heç yerə qaçmırsan, heç bir yerə getmirsən. Arzunu bu anda yaşayırsan. Alfa vəziyyəti budur. Yuxuya getdiyin o bir neçə dəqiqə sadəcə yuxu deyil, sadəcə dincəlmək deyil, sadəcə istirahət deyil. O sənin sabahını proqramlaşdırmağındır. O sənin sabahki reallığını proqramlaşdırmağındır. Beyin beta, yəni analizdə biz sizinlə indi kontaktdayıq, mən danışıram, siz dinləyirsiniz, bu beta tezliyidir. Analiz. Beyin beta vəziyyətində alfa, teta vəziyyətinə keçid alaraq keçəndə alfa, teta vəziyyətinə keçdiyi o pəncərə şuuraltına birbaşa keçid kodudur. Şuuraltına birbaşa giriş kodudur. Hər gecə və hər səhər edəcəyin standart praktika. Birinci, yatağa uzan. Gözlərini yum və bədəninin ağırlaşdığını hiss elə. Bu alfa vəziyyətidir. Yuxuya dalanda arzunun artıq baş verdiyini hiss et. Ən vacib qayda, gələcəyə keçmə. Bir gün olacaq deyə düşünmə. Heç yerə getmə. O hissi həmin an, burada və indiyə gətir. Sən gələcəyi arzulamaq üçün deyil, onu indi sabitləmək üçün bu praktikadan istifadə edirsən. Sən uzanmısan və arzu artıq həyata keçib. Bu hansısa bir şey səndə var. Arzun səndə var. Daxildə reaksiya yaranır. Vau, doğrudan da alındı. Sonra özünə sual edirsən. Mən özümü necə hiss edirəm? Bu əsas açar sözüdür. Mən özümü necə hiss edirəm? Baxın, əsas formul mənim arzum artıq həyata keçib, mənim arzum artıq yerinə yetib və mən özümü necə hiss edirəm? Hansı hiss var? Nə baş verir? Hansı hiss var bədəndə? İçində nə dəyişib? Nə dəyişir? Bu anda sən hələ də yataqdasan. Eyni yorğanın altında. Eyni andasan burada və indi. Amma daxili fakt dəyişib. Arzun artıq həyata keçib. Özünə sakitcə de. Mənim arzum artıq həyata keçib. Yerinə yetib. Və dərhal hissə keç. Mən özümü necə hiss edirəm? Bu məcburi sevinç deyil. Bu təbii xoşluqdur. Rahatlıq, məmnunluq, istilik. O, nə yaxşı hissdir. Və oyandıqdan da sonra eyni şey edirsiniz. Çox vacibdir. Oyanan kimi gözlərini açma. Dərhal yenə gözlərini yum və eyni vəziyyəti, eyni praktikanı tətbiq et. Yəni eyni vəziyyəti təkrarla. Yəni yatmazdan əvvəl və oyandıqdan sonra 10-15 dəqiqə bunu etməlisən. Bu praktikanı. Bu emosiya məşqi deyil. Bu halın sabitlənməsidir. Sadəcə mənim arzum yerinə yetib və mən özümü necə hiss edirəm praktikası. Və bu hissdən yuxuya getmək və oyanmaq.